Herkese salam. Bugün gelmişik Furqan marketə, Furqan Plus'a. Bilirsiniz ki, Furqan Plus Cəlilabadda yerləşir. Buradan bütün Cəlilabadlı izləyicilərimizi salamlayırıq. Deməli, aylıq bazarlığa gəlmişik. Burada Şəhriyarı dəli eləmək üçün Hindistan cevizi, bunun adı nə idi yadımdan çıxdı. Mango, avokado hamısına baxıram. Axırda deyir ki, qoy yerinə nə sən onları yeyənsən, nə mən alanam. Məryəm atasını oxşuyub. Mango dördü, avokado da dördü, kokos idi. Kakos. Birincisini dedim də kakosdu, sonra mango, avokado dedim. Sən çox bilirsən. Məryəm də atasını oxşuyub, məni dartdı, gətirdi endirimli reyona. Ofiş burada hər şey endirimlidir. Nə götürürsə lazımlı buradan götürək. Daha sonra belə milföy xəmiri tapdım. Şokdayım, yəni hələm rayon marketlərində milföy xəmiridir, künefedir və s. qarşıma çıxmır. Dedim elə tapmışkən alım. Endirimli olan nə varsa hər şeydən götürürdüm Şəhriyarın gözünə girmək üçün. Çünki axırda acığım çıxacam. Kompotlar götürdüm evdə içməyə, endirimdə idilər. Bir dənə buna baxın. Həyatımda həqiqətən ciddi deyirəm. İlk rayonda marketdir ki, krevetka idi bunun adı. Krevetka görürəm burada. Hətta müxtəlif növ balıqlar da var idi. Bəli, həmişə olduğu kimi möhtəşəm zarafatlarımdan geri qalmıram. Daha sonra Şəhriyar dedi ki, artıq keçək də normal aylıq bazarlığa. Düyü, makaron. Baxın da səbətin içini özünüz görürsünüz. Tomat, kompot, soğan, kartof, quru çay, daha nə ağlınıza gələ biləcək səhər yeməklərindən kalbasalar, sosiskalar, simitan da hər şey, yağ, duru yağ, quru yağ, hər şey götürdük. Dediyim kimi endirimlər o qədər çox idi ki, endirimlərdə olan məhsullardan yararlandım. Özdə məni sevindirən nə oldu? Endirimə qoyub son istifadə tarixinin keçməməsi. Çox vaxt marketlərlə təəssüf ki, bu problemi yaşayırıq. Endirimə məhsulu qoyurlar, amma sonradan görürük ki, zamanı, vaxtı keçib. Amma burada belə bir problem yaşamadıq, çox şükür. Demək olar ki, hər bir şey endirimdə idi orada. Bəli, bu düyüdən də götürdük. Bu çox dadlı düyüydü. Normal qiymətlər belə bütün marketlərdən seçilirdi. Çünki qiymətlər maksimal. Bəli, adicə cips belə fərqlənirdi digər marketlərdən qiymətinə görə. Və bizim alış-verişimiz bu qədər. Sizcə bu aldıqlarımız nə qədər tutdu? 3 səbət.